Özünü tanıma hakkında mövzumuzu davam ettiririk. Qeyd elədik ki, insanda bu bacarıq var ki, öz vücudunun bir hissəsini gizlədə bilir. İnsan hətta özündən də öz xüsusiyyətlərini gizlədə bilir. İnsan bir həddə gəlir çatır ki, gizlətdiyi hissələri inkar eləyə bilir. Əvvəl gizlədir, sonra deyir, məndə bu yoxdur, inkar eləyir. İnsan öz pisliklərini öz içində dəfn edə bilir, gizlədə bilir. Yaxşılıqlarını da. Məsələn, vücudunun yaxşı hissəsini ki, Allah onu ilahi fitrətlə yaratmışdı, gözəlliklə yaratmışdı, öz içində dəfn eləyən insana kafir deyilir. Kafir, yəni örtən, lüğətdə mənası budur. Bir şeyin üstünü örtənə kafir deyilir ərəb dilində. Və niyə görə Allahı danana kafir deyirlər? Çünki öz içində müsbət şeyləri gizlədir, örtbastır eləyir, özündən də gizlədir. Deyir, mən Allaha inanmıram. Hərçənd ki, bu inam onun içindədir. Sadəcə özündən gizlədib onu, üstünü örtə bilib. Belə insanlar daim narahatdırlar. Çünki özünü inkar eləyib yaşayırlar. Özünü inkar eləyib yaşayan insan mütləq narahatdır. Heç vaxt aram yaşaya bilməz. Çünki öz varlığının bir hissəsini inkar eləyir, gizlədir. Amma dünən gecə nə haqda danışdıq? Dünən gecə pisliklərin gizlədilməsi haqqında danışdıq, yadınızdadırsa. Burada olanlar bilir, dinləyənlər bilir. Dedik ki, insan kamil olmaq istəyir deyə nöqsanlarını gizlədir, hətta inkar eləyir. İnsan kamilliyə aşiqdir deyə nöqsandan qaçmaq üçün ondan azad olmaq əvəzinə qəribə bir şeydir, insan onu gizlədir və inkar eləyir. İnsanlar hörmətli olmaq istəyir. Hörmətli olmaq istəyir, insan üçün hörmət, izzət çox mühüm bir dəyərdir. Ona görə də insanlar pisliklərini başqalarından gizlədirlər. Bu bir həddə normaldır, hətta yaxşıdır. İnsan öz pisliyini başqasına açıb deməməlidir. Özünü hörmətdən salmamalıdır. Bu təbii bir haldır, normal bir haldır. Həya icazə verməməlidir insana ki, hər pisliyini açsın, dilinə gətirsin, danışsın. Əgər dindar olsa bu adam, din də buna icazə vermir. Din də deyir ki, demə pisliklər cəmaata. Oturub adam rahat şəkildə öz pisliklərini danışırsa, bu pis haldır. Bu xoşa gələn hal deyil. Ona görə də insanlar öz pisliklərini gizlədirlər və pislikləri gizlətmək, sırf pislikləri gizlətmək münafiqlik deyil, ikiyüzlülük deyil. Normal bir haldır. İnsan evinin, dünən çox misal çəkdim bundan, bir dənə də bugün misal çəkim ki, evinin tullantılarını gəlib qonağın qabağına qoymaz. Məntiqli deyil bu. Onları qonaqdan gizlətmək ədəb əlamətidir, adi bir etiket əlamətidir. Adam öz hörmətini, izzətini qorumalıdır. Amma bu məsələdə ifrata gedəndə olacaq münafiqlik. Cəmaatı aldatmaq üçün yaxşı görsənirsənsə, pislikləri gizlədirsənsə, bu artıq pisdir. Bu münafiqlikdir. Bəzən adam o qədər pisliklərini gizlədir ki, bunda olmayan yaxşılıqları da iddia eləməyə başlayır. Bu pisdir. Əvvəl pisliklərini gizlədir, sonra onda olmayan yaxşılıqlarına sahiblənməyə çalışır. Deyim, mən beləyəm, hərçənd ki, belə deyil. Bu yaxşılıq bunda yoxdur. Deyir, var. Bu ifratdır, bu gizlətməyin ifratıdır və münafiqlidir. Sənə dedilər, həyalı ol, abırlı ol, abrıvı qoru, hörməti qoru, amma da yalandan olmadığın kimi görsənmək demədilər. Səndə olmayan bir şey göstərəsən ki, güya bu məndə var, belə demədilər. Sözün qısası, özünü gizlətmək bir bacarıqdır insanda, bunu insan bacarır, heyvanlarda bu bacarıq yoxdur. Amma bunun nəticəsində insan inkar həddinə gəlir, çatır, təhlükəli haldır.
Əvvəl gizlədir pisliklərini, sonra inkar eləməyə başlayır. Deyir, heç məndə bu yoxdur zaten. Ümumiyyətlə yoxdur məndə bu pisliklər. Bu çox təhlükəli haldır. İnsan pisliyini gizlədir, sonra başlayır inkar eləməyə. Bu çox təhlükəli bir vəziyyətdir, hər birimiz üçün. Və az, çox bizim hamımızda bu var, təəssüf ki. Diqqətlə baxsaz görərsiniz var. 90%imizdə bu var. Neyə belə vəziyyətə düşməmək üçün? İmam Hüseyin məclisləridir, fürsətdir və mən bu mövzulara toxunuram ki, təsirli olsun və bu bir çox bizim fərdi və ictimai problemlərimizi həll eləyər, bu məsələlərə biz əməl eləsək. İctimai və fərdi məsələlərə əlac eləyər. Neynəyək ki, biz pisliklərimizi inkar eləməyək? Neynəməliyik bunun üçün? Ən mühüm çarə deyim sizə, ən mühüm çarə istiğfardır. İstiğfar, üzrxahlıq, tövbə, daimi hal kimi. Tövbə bir dəfə olmur, deyir, tövbə eləyib filan. Tövbə hər gün üzrxahlıqdır, hər gün elədiyin səhvlərə görə. Gizlətmirsən cəmaatdan, lap yaxşı eləmirsən. Açma cəmaata eyibləri. Gizlində də Allaha etiraf elə, tövbə elə, üzrxahlıq elə. Dünən mən nə dedim? Dedim ki, özümüzü qınayaq. Öz eyiblərimizi bir vərəqə yazaq. Deyək, məndə bu eyiblər var. Sonra düşünək, baxaq deyək, bax sən busan, özümüzə deyək. Mən buyam, bunlardan ibarətəm. Fəhum li ənfusihim muttəhimun. Möminlər haqqında Həzrət Əli buyurur, təqvalıların xüsusiyyəti. Buyurur ki, onlar özlərini ittiham edirlər. Yəni, özü öz gözündə müttəhimdir. Həmişə özünü ittiham eləyir. Mərhum Arif övliyalardan biri də Behçət, rəhmətullahi aleyh, deyirdi ki, hamımızın içimizdə bir şimir var. Hamımızın içimizdə var. Meydan verməyək, onu aradan aparaq. Amma biz deyirik, o məndə yoxdur, şimir zat yoxdur. Amma o Arif deyir ki, hamımızın içində var. Həzrəti Əli əleyhissalam İbn-i Mülcəmə dedi ki, İbn-i Mülcəm onun qatilidir də, bilirsiniz, Həzrəti Əlinin qatilidir. Dedi ki, hələ əvvəl, neçə il əvvəl, dedi ki, sən məni öldürəcəksən. Mənim qatilim sənsən. Onda dostuydu Həzrət Əlinin. Yanındaydı, Yəməndən gəlmişdi, sevənlərdən sayılırdı. Dedi, ağa, mən özümü indi öldürərəm. Dedi ki, özü öldürmə, özü öldürmək günahdır, intihardır. Adam özünü öldürməz. Rüst dildə deyirdi, özümü öldürərəm, amma ürəkdən qəbul eləmirdi. Həzrət Əli buna söz deyir, bu ürəkdən qəbul eləmirdi. Kaş bir fikrə gedərdi ki, bu nə sözdür mənə deyirlər, sən İmamovun qatilisən. Dedi, mən gedirəm bu şəhərdən ki, bu iş mənim başıma gəlməsin. Həzrət Əli əleyhissalam dedi ki, hara gedirsən, deyə mənə. Sənə deyiblər ki, sən mənim qatilimsən, özünü düzəlt. Getməklə deyil, harasa, özünlə məşğul ol. Səhər karvan gedir deyə mənə, bu xəstələndi, gedənmədi. Həzrət Əli dedi, və Yəməndə olmalıydın sən. Dedi, yox, qaldım xəstələndi. Dedi ki, sən qalacaqsan burada və məni öldürəcəksən. Qalacaqsan və məni qətlə yetirəcəksən. Axıra qədər qalacaqsan. Mən sənə yəni xəbər verirəm də, özünü düzəlt. Fürsət idi Həzrət Əlinin bunu deməyə. İndi birdən o özünü düzəltsəydi, Həzrət Əlini öldürməsəydi, Həzrət Əlinin sözü yalan çıxacaqdı, Həzrət Əli izah eləyəcəkdi. Necə olub Həzrəti İsa bir xəbəri verib, sonra olmayıb, deyib ki, filan səbəbdən, sən filan işi gördün, hə, gizlində. Dedi, hə, deyir, ona görə Allah təqdirini dəyişdi. Özü gizlindəki işi deyib ki, o adam özü təsdiq eləsin. Hamı bilən işi desə, deyərlər ki, Peyğəmbər də deyir. Gizlində elədiyi bir işi deyib ki, sən öləcəkdin, filan işi gördün, ona görə Allah ömrü uzatdı, təsdiqlənib. İbn-i Mülcəmə də Əli əleyhissalam fürsət verirdi ki, dəyişsin özünü. İçində olan o gizlin eyblərlə məşğul olsun. Ağa gördü ki, bunun vəziyyəti təhlükəlidir, dedi buna ki, ən böyük kömək eləsin. Bu nəticə çıxartmaq əvəzinə inkar eləməyə başladı. İndi İmam Zaman qeybdədir. Bilmirəm, Allah eləməsin, gəlib birdən burada olsaydı, mənə Allah eləməsin, deyər ki, sən bir gün mənə silah çəkəcəksən. Bilmirik, axı, potensial neçə nəfər belə adam var içimizdə. Özüm qarışıq deyirəm. Mən heç zaman cəmaata bədgüman deyiləm və inanmıram da bu məclisdə elə adam olsun. İnşallah ki, yoxdur. Amma bizə deyən yoxdur axı ki, sən gələcəkdə bunu eləyəcəksən. Amma içimizdə gələcəkdə pis iş görmək potensialı var, gizlin eyiblərimiz var ki, gələcəkdə ona çevrilə bilər. Məsələ ciddidir, yəni. Məsələ çox ciddidir, mövzu çox ciddidir.
üzərindən keçiləsi məsələ deyil. Adam başqalarından öz eyblərini gizlətməlidir, amma özü eyblərinə baxmalıdır, qəbul eləməlidir. İnsanın öz eybinə baxması belə onu təmizləyir eybdən, pak eləyir. Bilirsiniz necədir? Adam baxır özünə, deyir, məndə paxıllıq var. Heç kəsə deməyə, özün özüvə. Amma mən paxılı olmaq istəmirəm. Bəzən eybimizdən agah olmaq bəsdir. Eybimizdən xəbərdar olmaq bəsdir. Deyən ki, məndə təkəbbür var. Bunu dedin, ha, məndə təkəbbür var və baxdın, ha, o təkəbbürə özündə. Bu, əlac eləyə bilər ki, o təkəbbür aradan geçsin. Bəzən zəhmət çəkib bunu da eləmirik, inkar eləyirik. Ay bala, niyə inkar eləyirsən? Bir diyan deyən var da, bəlkə var, özünlə danışanda, Allahla danışanda. Bəzən baxmaq kifayətdir ki, təmizlənəsən. Ona görə deyir, hər gün özünü hesaba çək. Leysə minna. Leysə minna, bizdən deyil. Mən ləm yuhasib nəfsəhu fi kulli yevm. Hər gün özünü hesaba çəkməyən adam. Əhl-i beytin dostu gərək hər gün qəlb evini təmizləsin. Hər gün qəlb evini təmizləsin. Necə təmizləsin? Baxsın, görsün, içində nə pisliklər var. Hər gün. Baxsın, görsün, nə var. Baxmaq özü bəzən paklayır. Göz gəzdirirsən, desə, məndə təkəbbür var. Xəbərdar olduğun bəs eləyir bəzən. Bəzən bəs eləyir. Xəbərdar olmaq bəs eləyir. Necə günəş görsən, deyir, fikrimizdə nə var? Belə hərəkətsiz yerləri, məsələn, torpağı, divarı, günəş pak eləyir. Gün işığı dəydisə, pak olur. Qurutdu, pak eləyir. Elə də bizim ruhumuzda olan bu nəcasət, baxış şüası ilə, baxışımızla ki, məndə bu var deyib, dayanmaqla o paklanır. Məndə bu varı deyə biləsən, gizlətməyəsən. Bu bir. İkincisi nədir? Bugün ondan danışacaq. Şirin bir mövzudur. Yarım saata yaxın vaxtımız qalır. Xahiş edirəm ki, diqqət edin, mən bunu sizə çatdırırım. Çox da çətin çatdırılası bir şey deyil. Amma diqqət istəyir. Ümumi həyatda diqqət tələb olunur bu mövzuya. Buna açım icazə verin. Birinci dil eybivi tap. İkinci yol nədir? Götür, ged Allahın qapısına. Eyblərvi götür, ged Allahın qapısına. Ged səsküy sal orada. Səsküy sal. Dinən ki, mən istəmirəm belə olum. Mən istəmirəm belə olum. Mən niyə belə olmuşam? İlahi, əlimdən tut, nəzər elə, kömək elə, mən bundan azad olum. Sən nəzəri çəksən, mən həlak olacam. Uşaq necə anasına tərəf qaçır, dərdi olan kimi. At özünü Allahın qoynuna, eyblərinlə ged. Allahın qoynuna özünü at, təcili qaç. Qaç, sarıl Allaha dinən ki, məndə bu eyblər var ilahi. İstəmirəm məndə olsun. Eyblərvi bir-bir de. Münacat buna deyirlər, bax. Eyblərvi bir-bir Allaha demək. Dilvə gətirmək. İlahi, sən məni yaratmışsan, məni xoşbəxt eləyəsən axı. Sən bütün insanları yaratmışsan, xoşbəxt eləyəsən. Axı, sən istəməzsən, mən sənin bəndönəm. İstəməzsən, mən bədbəxt olum. Heç cür istəməzsən. Sən mənə kömək eləməsən, mən həlak olacam. Mən bədbəxt olacam. Məndə bu eyblər var, kömək elə ki, məndə olmasın. Kömək elə ki, məndən çıxsın bu eyblər. Bir dənə sizə sual verirəm, özünüz ürəyinizdə cavab verin. Neçə dəfə belə eləmişsiniz? Deyir, hər gün belə elə, hər gecə. Deyirəm, məndə eyb var. İlahi, mən bu nöqsanlarım var, mənim eyblərimi təmizləm, mənim əlimdən tutmasın, mən bədbəxt olacam. Məsumlar, bütün məsumlar, istisnasız, uşaq kimi Allahın qapısına gediblər, uşaq, körpə kimi. Əzəmətləri də bundadır, bunların şənini aşağılamır. Deyəsən, bu nə deyim minbərdən, deyir, Həzrət Əli uşaq kimi gedir. Yox, Həzrət Əlinin əzəməti bundaydı ki, Allah qabağında uşağa dönürdü. Əlinin elə böyüklüyü bundaydı, əzəməti bundaydı. Biz tez böyüyürük Allah huzurunda. O qədər uşaqlıqda bizə deyiblər, maşallah böyümüsən, yekə oğlansan, biz də inanmışıq. Elə bilmişik ki, doğrudan böyümüşük. Amma böyük deyilik, haracan böyürüksə böyüyək, Allahın qabağında uşaq kimiyik biz, bunu unutmayaq. Allahın yaratdığıyıq biz. Eybləri aradan aparmağın yolu Allaha pənah aparmaqdır. Əgər Allahı nəzərə almadan eybləri görsün, ruhdan düşərsən.
Adam nə qədər eyblərin içində qurdalanlar. Allahı görməsən, ruhdan düşər adam. Amma Allah'a deyəndə nə olur? Deyirsən, ay Allah, məndə bu eyb var, bu eyb var. Nə olar xahiş edirəm, uşaq kimi. Nə olar xahiş edirəm, bu eybi məndən uzaq elə. Allah da deyir ki, başlayır səni nəvaziş eləməyə. Əzizim, narahat olma. Deyirsən, nə? Əzizim dedim mənə. Allah'a deyirsən. Bəli, əzizim dedim. Mən elə səndən bircədən istəyim budur ki, gələsən, mənə etiraf eləyəsən, mən də səni nəvaziş eləyim. Əzizim dedin, onda mən başlayayım başqa eyblərimi də saymağa. Sən demə, eyb sayanları əziz bilirsən sən, əlbəttə. Eyblərini sayanları əziz bilir. Sən demə, xoşu gəlir, adam eybini götürsün, getsin onun huzuruna. Sən demə, məni dərhal əziz deyirsən, mən eyblərimi sənə etiraf eləyəndə, sənin əzizləməyindən gözəl nə ola bilər mənim üçün? Allaha deyirsən bunu. Nə ola bilər bundan gözəl, sən mənə əziz deyirsən? İmam Hüseyin məclisində sizin əzizlərin hər birinə demək istəyirəm ki, kim istəyir Allahın sevgisini öz üzərində çox hiss eləsin, çox üzrxahlıq eləsin Allahdan. Allah bu bəndələrə sığal çəkir. Onlarla sevgi ilə davranır, xüsusi sevgi ilə. Və təmizləyir onları. Yol çox asandır, biz tərpənmək istəmirik. Elə deyir, çətindir. Çətin nədir? Eybivi götür, get huzuruna. Deyən, ilahi, mənim bu eybim var, üzr istəyirəm, mənə kömək elə, əlimdən tutu da başlayacaq əzizləməyə və təmizləməyə. Bunu eləmirik biz. Eləmirik. Namazda qılanda hacət istəyirik ancaq. Eləmirik bunu, bu işlə məşğul olmuruq. İnkar eləmə eyblərvi, ged Allahın qapısına. Sən tək deyilsən, axı sənin Allahın var. Sənin Allahın var, yaddan çıxartma. Səni səndən çox sevən Allahın var. Hər şeyə gücü çatan Allahın var. Sənin eyblərvin öhdəsindən gəlməyəcək, gələcək. Amma gedəndə müzakirəyə getməyib, ilahi, gəlmişəm bir neçə mövzuda səndən danışım. İclasa gəlməmsən. İclasa gedən kimi getmə. Yox, elə yox. Körpələr kimi get. Körpələr kimi. Uşaq necə gedir, anasına ağlayır, sığınır. O şəkildə get ki, səni əzizləsin. O haldan xoşu gəlir. İmam Məhəmməd Baqir əleyhissalam Kəbəni təvaf eləyir. Kəbənin qapısına yaxınlaşanda, təvaf zamanı, ucadan fəryad eləyib dua eləməyə başlayır. Yanındakılar deyir, ağa, hörmətdən salar sizi, yaxşı deyil, adamlar bizə baxır. İmam Baqir əleyhissalam deyirlər, ayıbdır siz boyda imam, belə fəryad eləməyiniz ucadan ayıbdır. İmam deyir, məni rahat buraxın. İstəyirəm Allah mənə baxsın, mənə nəzər eləsin. Burada da fəryad eləməyim, harda eləyim? İstəyirəm Allah məni əzizləsin. Burada mən bəndəyəm, mənim imamətim də keçib, mən bəndəyəm, Allahın bəndəsi kimi gəlmişəm. Bu hal heç kəsə eyb gətirməz, baş aşağılıq gətirməz. İndi bir dəstə adam çıxıb, ağlamaq demə bunların yanında. Ağlamaqla mübarizə aparırlar. Ağlamaqla düşmənçilik eləyirlər. Halbuki hamısı həyatda nəyəsə ağlayır, acı-acı şeylər ağlayır. Acı-acı şeylərin qəmin salır ürəyinə. Amma qəmin şirin növləri var. Qəm onsuz da hamı çəkəcək, dindar olsun ya qeyri-dindar. Amma qəmin şirin növləri var. İmam Hüseyin qəmi də o şirin qəmlərdən biridir. Bədbəxt biçarələrin ağlamağı deyil. Adam bədbəxtçilik üçün məscidə can atmaz, gedim bədbəxt olum, ağlayayım. Bu ağlamaqda şövq var, ləzzət var, şirinlik var ki, adamlar həsrətlə gəlir bu istidə, bu sıxlıqda dayanır, oturur, bayırda, içərdə. Bu başqa bir aləmdir. Buna biraz yaxına gəlmək lazımdır, başa düşmək. Uzaqdan baxanda başqa cür görünə bilər. Gəlib içinə daxil olanda görürsən, yox, bu başqa bir aləmdir. O uşaq ki, başını ananın dizinə qoyub ağlayır, o da ona sığal çəkir, uşağın keyfi bundadır. Uşağın ləzzəti bundadır. Allah huzurunda incə qəlbli olaq, yoxsa canavara çevriləcək. Ağlamağı inkar eləməklə daş ürəkli yırtıcıya çevriləcək. Ağlamaq heç də hər vaxt acizlik əlaməti deyil. Ağlamaq qüdrət əlamətidir bəzən. Güc əlamətidir bəzən. İnsan bəzən Allah huzurunda ağlamaqla güc tapır, qüdrət tapır, izzət tapır. Bizimlə əziz şəhid atalarımız düz mənim qarşımda əyləşiblər. Onlar bizim başımızın tacıdır. Onlar bütün hər birimizin borclu olduğumuz insanlardır.
Onların övladları şəhadət zirvəsinə ucalıb, uca məqam əldə edib. Amma hamımız onlar haqqında danışanda, düşünəndə gözümüz nəmlənir. Bu göz yaşı acizlik göz yaşı deyil. Bu şövq qarışıq bir qəmdir, izzət gətirir bir millətə, şərəf gətirir. Kim Allahın qabağında kiçilir, Əhl-i Beytin huzurunda kiçilirsə, böyüyənlər onlardır. Allaha müraciətdə nə deyir? Deyir, ya təbibəl qulub, ay qəlblərin həkimi. Çox gözəldir, adam evlərin götürsün, getsin Allahın qapısına, deyəsən bir-bir, o da nəvaziş eləsin, evləri silsin, təmizləsin. Bundan gözəl nə proses var həyatda? Bu eşqbazlıqdır. Eşqbazlıq pis mənada işlənir. Bu müsbət eşqbazlıqdır. Övliyalar hamısı gözləyir, gecə gəlsin, evlərinin nöqsanlarını götürüb getsinlər Allahın dərgahına, Allahın qapısına. Uşaq kimi qaçsınlar Allahın qoynuna. Uşaq kimi. Kumeyl duasına baxın, məsələn, istəyirəm məclisimizin halı münacat halı olsun. Bu məndən asılı deyil, Allahdan istəyirəm bunu. Bugünkü məclisimiz istəyirəm yazılsın, İmam Hüseyin huzurunda münacat məclisi olsun bizə. Belə qeyd olsun. Kumeyl duasına baxın, necə səmimi bir münacatdır. Mən bir dənə nöqsan deyim sizə, bizim dualarımız bəzən rəsmi tərcümə olunur, ləzzətini qaçırdırıq. Rəsmi dildə tərcümə edirik. O şirinliyi var, ərəb dilinin özündə o duaların bir qəribə şirinliyi var. Onu biz itiririk rəsmi tərcümə ilə. Məsələn, Subhanallah sözü var. Mən baxıram da kitablarda yazır ki, Subhanallah mötərizədə tərcüməsi yazır. Allah pak və münəzzəhdir. Bu, rəsmi və quru tərcümədir. Allah pak və münəzzəhdir. Bunu bir alimdən eşitmişəm, sizə çatdırıram, amma çox yaxşı bir yanaşmadır onda bu. Deyir ki, bilirsiniz nə deməkdir öz dilimizdə? Subhanallah, yəni, ay Allah, nə qəşəngsən sən. Allah, nə gözəlsən sən. Ərəb subhan deyəndə bunu nəzərdə tutur. Ay Allah, sən nə qəşəngsən. Namazı belə tərcümə edir. Rüküyə girsən, Allah, nə qəşəngsən, nə gözəlsən. 3 dəfə. Qalxırsan, səcdəyə girsən, Allah, sən nə gözəlsən. Budur münacat. Yoxsa Allah pak və münəzzəhdir. Uzaqlaşdırırıq zehnimizdən, rəsmi dilə çevirməklə. Uşağımıza həm surə öyrədəndə deyək ki, Bismillahirrahmanirrahim. Belə tərcümə edirik biz. Rəhman və rəhim olan Allahın adıyla. Belə deyil tərcümə. Rəhman və rəhimi belə tərcümə eləmək olar. Mehriban və mehriban Allahın adıyla. İkisi də mehriban deməkdir. Rəhman da, rəhim də. Hərəsi bir cür mehribandır. Bax onu həm surəyə. Mehriban və, məsələn 5 yaşlı uşağa öyrədirik. Mehriban və mehriban Allahın adı ilə. Ondan sonra Allah sənə təşəkkür edirik ki, sən aləmləri yaratmısan. Mehriban və mehribansan təzdən. Ər-Rəhmanir-Rəhim. Mehriban və mehribansan. Uşaq deyər ki, ana, ata, nə qədər mehriban sözü dedin? Bir dəqiqə başlayacaq mehriban. Deyim ki, mən neyim, Allah özüm belə tanıtdırır. Allahımız belədir. Bir kəlmədən bir deyim, mən mehribanam, mən mehribanam. Qurana belə yanaşmışıq biz. Nəsə, Qurana çatanda rəsmi görkəm alırıq, rəsmi görkəm alma. Deyim, mən mehribanam. Necə desin? Mehribanam mən. Hey, bir kəlmədən bir deyir. Mən bağışlayanam, mən mehribanam. Ramazan ayında danışmışıq, əzab ayələri də mehribanlığa qayıdır. Ondan da yorulmuşam danışmağa. Hamısını düzgün izah eləmək lazımdır. Kumeyl duasını gəlin belə tərcümə eləyək. Uşaq ata-anasına necə pənah aparır, ondan da gözəl mənzərədir. Mən istəyirsiniz, sadə dillə tərcümə eləyim Kumeyl duasını, məzmununu çatdırım. İlahi, istəyirsən cəhənnəmdə elə hey fəryad eləyim. Sən istəyirsən, mən cəhənnəmdə qalım, yanım və qışqırım. Budur Kumeyl duası. İstəyirsən, mən orada hey səsim ucalsın, sən də mənə cavab verməyəsən. İlahi, istəyirsən, mən deyim orada ki, ay mənim dostum, haradasan? Haradasan, ay mənim dostum? İlahi, ölərəm, mən bu halda. Əleyhissalam belə danışır Allah. Eyni bir uşaq kimi.
şirindil bir körpə necə ata-anası ilə danışır? Əli əleyhissalam Allahla elə danışır. Həzrət Əlinin rəsmi dili düşmən üçün idi. Düşmənlə elə danışırdı. Allahla yox. Çox kiçilirdi Allaha çatanda və paklığı da bundadır. Əlinin əzəməti bundadır ki, Allahla uşaq kimi danışırdı. Bütün böyüklər belədir. Biz mövzudan uzaqlaşmamışıq ha. Mövzumuz nə idi? İnsanın öz eyiblərini gizlətməsi. İnsan gizlədir eyiblərini. Amma səmimi, qulaq asın, və mehriban dostuna deyər eyiblərini. Bilsə ki, dostu səmimidir, çox mehribandır, deyər. Allah belə dostdur. Bax, mövzuya ona görə gətirirəm sözü. İstəyirəm deyəm ki, Allah belə dostdur ki, eyib deyiləsi dostdur. Yoxsa biz çəkinirik deməyə. Çünki Allahı düz tanıtdırmayıblar. Eyiblər də qalır, konservləşir içimizdə, bizi bədbəxt eləyir. Düzgün tanıtdır kimin qapısına gedir, onda rahat gedib deyəcək. Qorxmayacaq, çəkinməyəcək, narahat olmayacaq. Eyib açan dost deyil, səttar oluyubdur. O qədər eybini örtür, mələklər təəccüblənir. Bu nə vaxtacan günah eləyəcək, sən örtəcəksən. Mələk taqəti çatmır bu mehribanlığı görməyə. Deyir, gəl, pıçıltı ilə deyir, gəl, bilirəm neynəm sən, gəl, denəm, mənə əlac eləyim. Allah'ın da olsun, öz izzətindən də olsun belə Allahdır. Gəl, əlac eləyim. Adam belə baxsa Allaha rahat gedib dərdin deyər, eybin deyər, nöqsanın açar deyər. Onsuz da görür, gedər deyər, etiraf eləyər. Biz Allahdan nəzarətçi düzəltmişik, cəmaat da qorxur, gedib demir. Heç nəyə etiraf eləmir. Çünki sərt bir nəzarətçi düzəltmişik. Muhammed Ali Muhammedə salavat deyək. Allahla səmimi danışaq. Şəbaniyə münacatına baxın. Mən sizə həmişə adət elədiyiniz şəkildə baxmayaq bu duaya. Gəlin, mən dediyim məntiqlə yanaşaq. Deyir ki, vəsmə' duayı, vəsmə' nidai. Şəbaniyə duasının münacatında deyir. Deyir ki, vəsmə' nidai necə tərcümə eləyir? İlahi, qulaq as da mənə. Belə tərcümə eləyək də. İlahi, qulaq as da mənə. Uşağı görmüsünüz, atasının, anasının qucağında üzünü çevirir. Bir də mən, qulaq as, üzündən yapışır çevirir özünə zorla. Üzünü çevirir ki, bir də. Görmüsünüz belə bir mənzərə, mən görmüşəm, çox olur uşaqlarda. Üzünü çevirir, mama mənə bax, ata mənə bax, ana mənə bax. Vəsmə' nidai budur, bilir də ki, Allah hamını eşidir. Fəlsəfə yeridir burada, filosof kimi deməlidir, sən hər şeyi eşidənsən. Yox, bilir də eşidir. Əleyhissalam bilmir, Allah hər şeyi eşidir. Deyir ki, qulaq as, ilahi söz demək istəyirəm sənə. Onlar mənə qulaq asasan. Allahın huzurunda filosofluq eləyək, yox, uşaq kimi gedək. Siz Allah buna az qalır, adamın ürəyi çıxsın. Sonra deyir, vəcəalni mimmən nadeytəhu fəəcabək. Ondan sonra deyir ki, onlar indi sən məni çağırasan, mən cavab vereyim. Bu belə tərcümə eləyək. Onlar sən məni çağırasan, mən cavab vereyim. Əvvəldə deyirdi ki, qulaq as mənə, qulaq as. İndi deyir, nə olar, sən məni çağır, mən sənə cavab verim. Nə gözəldir. Ondan sonra buyurur ki, və la həzdə. Sən məni çağırasan, Əlican, deyim, bəli. Və sən mənə baxasan, ilahi. Mənzərə yaradır, gör necə münazir. Sən mənə baxasan, fəssəiqə li cəlalik və mən bihuş olum sənin gözəlliyindən. Yəni, belə də uşaq yapışarı, ana mənə bax, mənə çağır da, mənə çağır. Mən cavab verim, bəli, mənə bax, bax, bu aləmlərə aparır münacat adamı. Bağırva bas da məni. O deyir ki, ilahi, məni rəhmətinlə əhatə elə. Sadə dildə nədir? Yəni, mənə ağışıva al. Mənə ağışıva al, məni qucaqla, bağırva bas. Böyüklərimiz Allahla belə danışırlar. Deyə bilərsən ki, bu nə mövzuda açmısan? Niyə biz Allahla belə danışaq? Deyə bilərsiniz də mənə. Deyə bilərsən ki, sən başladın, haradan gəlib, hara çıxdın? Niyə başladın ki, uşaq anası ilə necə danışır, Allahla elə danışaq filan? Niyə bunu açdın bu mövzunu?
Cavabım budur ki, insanlar eyblərini gizlədirlər. İnsanlar eyblərini açmaq istəmirlər. İmkan verin deyək, Allah necə mehribandır, necə mehriban Allaha tərəf gedirlər ki, rahat gedib deyə bilsinlər. Buna imkan yaradaq. Bunun üçün açmışam bu mövzunu. Necə mehriban Allahdır ki, getsin deyə bilsin də rahat ürəyinin dərdin, eyblərini. Bəs onda Allahın əzəməti harada qaldı? Sən gəldin, Allahı əstəğfurullah endirdin. Yox, Allahın əzəməti elə daha çox sən kiçiləndə hiss olunur. Və Allahla rəsmi dildə danışanda, ağır-ağır danışanda Allah böyüyür sənin gözündə. Xeyr. Düz tanıtdırmırıq biz Allahı. Cəmaat getmir onun qapısına şövqlə. Ona görə getmirlər. İmkan verək getsin də cəmaat Allahın qapısına. Gedək də özümüz Allahın qapısına. Biz Allahın qapısına getməyincə, valla gizli eyblərimiz içimizdə qalıb bizi həlak eləyəcək. Neyniyək bəs? Necə eləyək? Biz getmədikcə bu eyblər içimizdə bizi bədbəxt eləyəcək. Əl-ac olmayacaq. Allaha tərəf getməsək, gizli eyblərimiz bizi həlak eləyəcək. Amma bilsə ki, adam, ləzzəti var, eybi Allaha deməyin ləzzəti var. Bunu insan başa düşsə, bilsə ki, elə bir varlığın qapısına gedir ki, sənin özündən daha çox sənə ürəyi yanır, onda başqa cür gedər. Bu çox şirin fəzadır, səfalı bir fəzadır. İş o yerə çatır ki, adam özündə bugün eyb tapmayıb, yenə də gedirsən eyb bəhanəsinə, deyirsən gedim bir dənə deyim ki, nəsə eybim var ki, mənə əzizləsin. Allaha and olsun, çox gözəl aləmdir bu. Deyirsən gedim nəsə deyim, mənə əzizləsin. Çünki görürsən ki, gülər üzlə qəbul edir eybliləri, eybini gətirənləri. İnsanın öz pisliklərindən o qədər acığı gəlir ki, Allaha da deməyə hazır olmur. Ancaq bir halda hazır olar Allaha deməyə. Görsün ki, eybini deyəndə Allah o qədər məhəbbət göstərir ki, o məhəbbətin şirinliyi, eybinin acılığını buna unutturur. Bu cümlə qızıl cümlədir, bunu yadda saxlayın. İnsanın bir də deyirəm yadda saxlayın, eyblərindən acığı gəlir, eyblərindən xoşu gəlmir, eyblərini açmaq istəmir. Ancaq bir halda aça bilər ki, açdığı varlıq onu o qədər şirin qarşılasın, gülər üzlə qarşılasın ki, o şirinliyi buna eyblərinin acılığını unuttursun. Onda gedib rahat deyər. Onda eyblərindən xilas olar, eyblərindən azad olar. Övliyalar körpələr kimi gedib, körpə uşaqlar kimi gedib Allahın qapısında. Və bu İmam Hüseynin, Əhl-i Beytin, Peyğəmbərin şənini aşağılamır. Onların ucalığı bundadır. Qorxmayın bu sözləri deməkdən. Özlərini danışırsan, deyər, uşaq hələ kiçik sözdür Allahın qabağında. Allah bir söz nə deyir? Deyir, bəndələr, əgər günah eləyib məndən üzr istəməsələr, elə bir varlıq yaradaram ki, günah eləsin, məndən üzr istəsin, üzrxahlıq eləsin və mən də bağışlayayım. Çünki mənim bu haldan xoşum gəlir. Allah niyə xoş deyir ondan üzr istəsinlər? Sındırmaq üçün? Yox, yox, qətiyyən. Hal səfalı haldır. Rəhmətin ən gözəl nazil olduğu yer üzrxahlıq halıdır. Allah istəyir rəhmət versin yerə, üzrxahlıq halı axtarır adamlarda. O hal çəkir, gətirir Allahın rəhmətini yer üzünə. Biz niyə eyblərimizi demirik Allaha? Biz niyə nöqsanlarımızı demirik Allaha? Çünki bilmirik ki, necə xoş qarşılayırlar eyblərini gətirənləri. Hədislərdə var ki, xırdalıqlarına qədər deyin. Filan gün filan pisi gördüm, filan gün özümdə filan pis xüsusiyyət tapdım. Xırdalıqlarına qədər deyin Allaha. Həzrət Əli necə deyir? Deyir, o günahlarımı bağışda ki, həya pərdəsini yırtır. O günahlarımı bağışda ki, dualarımı həbs eləyir. Bir təfərrüatla, xırdalıqları ilə danışır. Bir dənə də təklif verim, sözümü yavaş-yavaş yekunlaşdırım. Vaxt mənə imkan vermir, bunlar lazımlı bəhslərdir. Təklif verim ki, Allahın huzuruna gedəndə eyblərin məskəni olan cəhənnəmdən danışın Allahla. Cəhənnəmdən danışın. Diqqətiniz məndə olsun. Cəhənnəm odu haqqında danışın. Çox danışın Allahla. İlahi, məni cəhənnəmə aparacaqsan, denən, davam elə. İlahi, məni odda yandıracaqsan, o qədər bunu deyirsən, Allah dilə gəlir, deyir, aparmayacam səni, narahat olma, aparmayacam. İş o yerə gəlir, çatır ki, deyirsən, qorxuram, deyir, qorxma.
Anaların hamısını tanıyırıq. Bəlkə də dünyada bütün analar uşaq deyəndə qorxuram, ürəyi rəhmə gəlir. Düzdür? Uşaq deyir, ana qorxuram. Bu qorxuram sözü ananın dilini qəlbini rəhmə gətirir. Tez bağrına basır. Uşaqlarımız qorxanda deyir, qorxma, qorxma. Allah ana qədər deyil. Sual verirəm. Deyəndə ki, qorxuram, Allahın 100 rəhməti var. Deyib, bir rəhmətini dünyaya verib, bütün anaların arasında bölünüb. Dünyada nə qədər rəhmət var, Allahın rəhmətinin 1%-idir. 99'un qiyamətə saxlayıb və özündə saxlayıb. Allah bu qədər rəhəmlidir. Deyirən, ay Allah, qorxuram evlərimdən, evimi yıxacaq. Qorxuram dedikcə Allah deyir ki, qorxma, qorxma, qorxma mənim bəndəm. Gör Allah nə inir sənlə. Bir hansı Allahdır, İmam Hüseyni sənə görə qətligaha göndərən Allah. İmam Hüseyni göndərib ki, get şəhid ol, tikə-tikə doğuran ki, bunlara nicat verəsən. Hüseynini sənin üçün verən Allah. Biz insanların Allaha çox ehtiyacımız var. Necə körpə uşaqlarının, ata-analarına ondan 100 dəfə çox. İmam Səccad əleyhissalam belə deyir, bax. Deyir ki, qiyamətdə məndən soruşacaqsan, qorxuram. Mənə sual verəcəksən, haqq hesaba çəkəcəksən, qorxuram. Allah deyir, qorxma, sorğu-sual eləməyəcəm. Həzrət əleyhissalam deyir, silah tapmışam Allahı təhdid eləməyə, göz yaşı. Bilirəm, o qədər rəhəmlidir. Deyirəm, qorxuram deyir, qorxma o saat tək silah olur Allah. O saat rəhməti cuşa gəlir. Harada dedin qorxuram, cavabı qorxmadı Allah tərəfindən. Allah deyir, kim bu dünyada qorxursa əmin-amanlıqdadır o. Əmin-amanlıqdadır. Əleyhissalam Kumeyl duasında o qədər deyir, qorxuram, qorxuram, qorxuram. Sonra birisi nə deyir? Axırda deyir ki, duanın ortalarında deyir, bilirəm mənə cəhənnəmə aparmayacaqsan. Heyhat, əntə əkrəmu min ən tuzəyyə mən rəbbəytəhu. Deyir, bilirəm ki, səni Allahlığa qəbul edənləri cəhənnəm atmaqdan çox uzaqsan. Bunu mən tərcümə edeyim. Bu ki, əvvəlində duanın deyir, qorxuram, qorxuram, qorxuram. Allah deyir ki, qorxma, mən səni cəhənnəmə aparmayacam. Deyirlər ki, övliyaların duaları Allahdan onlara nazil olan hallardır. Allah deyir, qorxma, səni cəhənnəmdə yandırmayacam. Əleyhissalam da ədəb səbəbindən deyir ki, bəli, bilirəm sən məni yandırmazsan. Bilirəm sən məni yandırmazsan. Uşaq ana münasibətindən danışırdıqda, belə də davam eləyək. Uşaq səhv eləyib, ağlayır, deyir, qorxuram, mənə cəzalandırma, bağışla. Ana deyir, qorxma balam, başlayır onu nəvaziş eləməyə. Uşaq neynir onda? Fürsətdir, görür ki, anası rəhmə gəlib, fürsətdir. Deyir, mən filan şey alarsan, övliyalar eyni ilə belə. Əvvəl elədiyi dualara baxın. Əvvəl deyir, bağışla, bağışla, bağışla. Sonra görür Allah o qədər nəvaziş elədi ki, deyir ki, və cəalni min əhsəni abidikə indək, məni ən üstün yerə apar. Sənə dedilər, cəhənnəmə aparmıram səni. Ürəkləndim, bəli, mən belə rəhimli Allahın huzurundayam. Mən belə mərhəmətli Allahın huzurundayam. Mən ki, gəldim, dedim, məni cəhənnəmə aparma. O qədər nəvaziş elədi ki, ürəkləndim, indi başladım üstün şeylər istəməyə. Allah da baxır bəndəsinə, xoşu gəlir bəndəsinin bu halına. Həyat budur, bax, yaşayış budur. Biz buna vaxt tapmırıq, hər şeyə vaxt tapırıq. Eyiblərimizi gizlətməyə, aparaq Allahın huzuruna, Allah yandırsın. Bir dənə də Ərəfə duasından misal çəkim. 20 gün keçməyib Ərəfə günündən. Çox gözəl günlərdir Ərəfə günü, Ərəfə duası. Ərəfə duasında bir yer var. Yazırlar ki, bir yerində İmam Hüseyn də ağladı, yanında olanlar hamısı ağladı. Birdən-birə deyir, hal tam dəyişdi duada. Həm İmam Hüseyn ağladı, həm yanındakılar ağladı. O hara idi? Bir cümlə idi. Deyir ki, ilahi, səndən bir şey istəyirəm. Əgər sən onu mənə versən, başqa heç nə verməsən istəmirəm. Amma onu mənə verməsən, başqa nəsə versən, hər şey versən faydasızdır. Uşaqlar necə deyir? Bir dənə şey istəyirəm, səndən əl çəkmə. Deyir, bir dənə bunu istəyirəm, bir dənə bunu ver də mənə. İmam Hüseyn ağa belə münazat edir. Deyir, ilahi, səndən bir şey istəyirəm ki, onu versən, başqa heç nə verməsən də olar. Amma onu verməsən, başqa hər şey versən, yenə də faydasızdır. O nədir? İmam Hüseynə baxır, deyir ki, məni cəhənnəmə aparma. Allah, məni cəhənnəmə aparma. Allah necə nəvaziş edir? Deyir, yəqin ki, mənim Hüseynim, sən nicat gəmisisən, cəhənnəm nədir? Sən gəlmisən insanları Allahın yanına aparasan, cəhənnəm nədir?
Biz bu adamların yolu ilə gedirik. Gedək Allaha tərəf, Allahın dostlarının cığırları ilə. Bilək kimə tərəf gedirik. Allah özü belədir, dostları da belədir. İmam Hüseyin yığıb bizi bilirsiniz niyə? Təmizləmək üçün. Bizi təmizləmək Əli Əsğərin qanı bahasına olsa, İmam Hüseyin diri olsun. Əli Əkbərin, Qasimin, Abdullahın, Əbəlfəzin qanı bahasına olur, olsun. 3 yaşda qızının döyülməsi bahasına olur, olsun. Nəyin bahasına olursa olsun, bu imam ümmətə hər şeyini fəda edir ki, rəhmət qapısı açsın. Necə minnətdar olaq? Hüseynindən ayırmaq olar adamı. Heç cür mümkün olmayacaq. Mümkün olmayacaq. Hür İmam Hüseyni tanıyırdı. Necə Allah rəhimlidir, dostları da Allahın dostudur da. Hürrün İmam Hüseyin haqqında təsəvvürü düz idi. 1400 ildir danışılır, cinayət olub Kərbəlada. Onun səbəbkarı bilirsiniz kimdir? Hürdür. Hür saxladı İmam Hüseyni Kərbəlada. İmam Hüseyin uzaqlaşsaydı Küfədən onlar gəlib çata bilməyəcəkdi. İmam dedi, burax gedim. Əsəbləşdi imam dedi, anon matəmində ağlasın Hür. Burax məni çıxım gedim. Kaş imamla vuruşardı. Vuruşsaydı 1000 nəfərlik dəstəydi. İmam onları məğlub eləyəcəkdi. 72 nəfərlə də olsa. Mühasirəyə aldı. İmam dedi, onlar birinci vuruşmasa biz vuruşmayacaq. Görürsün neynədir? Saxladı ki, o birilər gəlib çıxsın. Saxladı, məddəl qoydu, vaxt tutdu ki, Şimir gəldi, Ömər Səd gəldi, çatdı. Çatdı. İndi bu peşman olub. Dedi, gedirəm üzr istəməyə. Dedilər, nə üzr? Sən üzr istəməyə gedirsən, bu hadisədən sonra, dedi, siz tanımırsınız bunları, bu ailəni tanımırsınız. Mən tanıyıram. Adama deyərlər, peşmansan, qas git gözünə görsənmə. Sən Zeynəbin üzünə necə baxacaqsan, onu qorxutmursan sən. Sən uşaqların üzünə necə baxacaqsan. Dedi, siz tanımırsınız Hüseyni. Belə ailədir ki, düşmən də tanıyırdı. Mərvan təqib olunanda gəldi İmam Səccadın evinə. Cəludi İmam Rızanın evini qarət eləmişdi. Amma bir xahişini yerinə yetirmişdi. Dedi, evə daxil olma, nəyim var özüm gətirirəm. İmam getdi, evi bütün nəyi vardı, götürdü, gəldi, verdi ona. Cəludini edam eləmək istəyəndə İmam Məmundan xahiş elədi ki, onu mənə bağışla. O mənim sözümü yerə salmadı. Bilirsiniz onun hadisəsini. Hür Həzrət-i Zəhranı tanıyırdı. Elə ki, İmam Hüseyin dedi, Hür anon matəmində ağlasın. Dedi, sizin ananız Fatimə-i Zəhradır. Mən heç onun adını dilmə gətirməyə ləyaqətim yoxdur. Mən deyirəm, bəlkə də İmam Hüseyin baxdı ürəyində dedi, bərəkallah Hür. Bu mərifət və. Oğluna dedi, gedirəm üzr istəməyə. Oğul dedi, ata necə üzün gəlir? Bir üzrlə qutaracaq. Dedi, mən tanıyıram, mən üzr istəyəcəm. İmam Hüseyin məni bağışlayacaq inşallah. Başına torpaq tökdü. Çarıqlarını boynundan astı. Fikirləşir ki, gedim üzrxahlıq eləyim. Amma Hür, sən də Hüseyni tanımamsan. Sən də tanımamsan. Sən fikirləşirsən ki, gedim üzr istəyim, bağışlayar. Sən gələndə, Hüseyin səni uzaqdan görəndə heç qoymadı ağzı açasan. Dedi, irfə əsək, başını qaldır, bizim qapıya baş aşağı gəlmə. Sən də tanımamsanmış. Sən də bilmirsənmiş, nə qədər rəhimlidir. Əli Əkbəri göndərdi ki, get onu bağrıva bas. Heç nə olmayıb elə bil. Hür də İmam Hüseyni elə müdafiə edirdi ki, elə bil ki, əvvəldən yanında olub. Bu cürət səndə hardandır? Yaxşı, get elə bir küncdə deyən xəcalət çək də. Hür deyərdi bizə ki, siz tanımırsınız, bu qədər sinə vurursunuz, İmam Hüseyni tanımırsınız. O elə məni qarşıladı ki, elə bil onun ailəsinin üzvüyəm mən. Ona görə mən bu cürəti tapdım. Hür bilirsiniz nə deyərdi? Deyirdi düşmənə. Gedir düşmənə deyir ki, utanmırsınız, siz Fatimənin oğlu ilə döyüşürsünüz. Hür, neçə gün qabaq Hüseyin sənə bu sözləri deyirdi. Yadından çıxıb Hürrün. Hür deyir, necə yəni, mən Hüseynin yolunu bağlamışam. Bağışlayanda belə bağışlayırlar ki, özündən də unuttururlar, özünü də yadından çıxardırlar. Sən neynədin ya Əbu Abdillah? Necə möcüzə elədin? Elə ki, Hüseyin məni sinəsinə sıxdı, mən unutdum ki, onun yolunu kəsmişəm. Bir dənə də söz deyim, ürəyinizə təsir eləyər. Ramazan ayında günahkarları görmüş, yalnız günahkarlıqda. Ramazan ayında günahkarlar bir küncdə dayanır. Məhərrəm ayında girir, sinə vurur. Bu cürəti İmam Hüseyin verib bizə.
Ürəklə giririk meydana, sinə vururuq. Bu cürətdir də, bu cürəti İmam Hüseyin verib. Amma tez dedi Hürrə, Hür get meydana, saxlamadı. Ya Abdullah, hamını ləngidirdin, niyə Hürrə dedin, get döyüş? Çünki belə cavab verərdi, yəqin ki, xəcalət çəkər Zeynəbi görsə. Qoy tez getsin ki, gözü Səkinənin gözünə sataşmasın. Utanar, istəmirəm, mənim mehmanımdır, xəcalət çəksin. Bu gecə vaxtı uzatmadan Seydə verəcəm sözü Qasimlə Abdullaha təvəssül edirik. Hər il olduğu kimi. Qasim İmam Həsənin oğludur. 13 yaşda uşaq gecə, Aşura gecəsi hamı sevinir, bu qəmlidir, dizin qucaqlayıb oturub. Dedilər, nə olub sənə? Dedi, sözüm əmmə deyəcəm mən, əmmə sözüm var. Gəldi, oturdu İmam Hüseynin yanında, dizlərini qucaqladı. İmam deyir, gördü ki, o söz demək istəyir, ədəb imkan vermir. Baxdı ona, dedi ki, ay mənim qardaşımın balası, nəsə sözüm var deyəsən. Dedi ki, əmi siz dedi, sabah hamı şəhid olacaq, mən narahatam, görəsən mənə də qismət olacaq ya yox. İmam soruşdu, keyfəl mavtə indək, ölümə münasibətin necədir? Dərhal dedi, əhla minəl əsəl, şəhadət, şəhidliyi mənim üçün baldan da şirindir. Qorxuram mənim əlimdən çıxar bu neymət. İmam ağladı, dedi, ağır bir dərdə düçar olandan sonra sən şəhid olacaqsan. Səhərsi gün gəldi İmam Hüseyndən icazə istəyir. Bilmirəm niyə görə, tarixdə bu qəribə bir haldır. İmam Hüseyin ona dedi, yox, icazə vermirəm sənə. Deyirlər ki, icazə vermirəm, düşdü əllərindən öpdü. Düşdü ayağından öpməyə, imam deyir onu qaldırdı, bağrına bastı. Qucaqlaşdılar, qaldılar. Bir müddət sonra bir cür vasitə ilə icazə aldı, imamın əlindən çıxdı, icazə ilə getdi meydana. Düşmən yazır ki, 14 gecəlik ay kimi cavan oğlan gəldi meydana. Əyninə zireh tapılmamışdı. Dedi ki, o kəs ki, onu öldürmək istəyirsiniz, o mənim əmim Hüseyndir. Onu siz öldürmək istəyirsiniz. Mən Həsən oğlu Qasiməm. Danışdı, deyir, namərdlər hücum elədilər. Çox şücaətlə vuruşdu. 100 nəfər mühasirəyə almışdı. Çağırdı ki, va əmma, ey əmim. Deyir, yazırlar ki, İmam Hüseyin işıq sürəti ilə özünü çatdırdı. Toz qalxdı. Gördü ki, zərbə vurublar Qasimə, düşmən qaçdı, Qasim İmam Hüseynin dizinin üstündə. Ayaqlarını deyir, yerə vurur, əmsini çağırır. İmam Hüseyin ağlaya-ağlaya dedi ki, mənim üçün çox çətindir, səni bu halda görüm, kömək eləyə bilməyim. Ayaqlarını qaldırıb vururdu. Elə o halda dünyadan getdi, ruhu bədənindən ayrıldı. Bir dənə də İmam Hüseynin İmam Həsənin yetim uşağı vardı, onun adı Abdullah idi. İmam Hüseyin bibisi Zeynəbə tapşırmışdı ki, bu uşağı qoyma meydana gəlsin. Xanım Zeynəb bəlk yapışıb onun əlindən qoymur. Heç yana buraxmır. Amma bilirsiniz nə zaman idi? Zaman o zaman idi ki, deyirlər ki, İmam Hüseyini ziyarətdə var ki, daşı olan daşla vurdu, nizəsi olan nizə ilə. Bəziləri qoca kişilər var idi, əsa ilə vururdular İmam Hüseyini. Deyir, atdan yerə düşəndə, dedi, əman min muğisin yuğisuna. Hüseyin dedi, bir nəfər yoxdur bizə pənah versin. Heç kəsdən səs çıxmayanda səs çıxmadı. Xanım Zeynəb əlini başına qaldırdı. Dedi, ya qiyasəl müstəqisin. Ay, pənahsızların pənahı. Bunu deyəndə uşaq Zeynəbin əlindən çıxdı. Vallah, la ufariqu əmmi. And olsun Allaha, əmimdən ayrılmaram. Qaçdı, deyir, özünü saldı İmam Hüseynin bədəninə. İmam Hüseynin son nəfəsləridir. Birdən gördü ki, qardaşının oğlu gəlib sinəsinin üstünə. Bir nəfər namərd gəldi. İmam Hüseynin başını kəsmək istəyirdi. Qılıncı qaldıranda bu dedi ki, and olsun Allaha qoymaram əmmin başını kəsəsiz. Qolunu verdi, yazırlar, qolu düşdü İmam Hüseynin qucağında. Deyir, o uşaq İmam Hüseynin qucağına düşüb, Allah imtihanların çəkmir Hüseyndən. Axır nəfəslərində yenə imtihan göndərib. Deyib, baxdı İmam Hüseyin zəif səslə dedi ki, ay mənim qardaşımın balası, səbr elə az qalıb. Çox az qalıb. Bir şey yazırlar ki, elə ki qılınc sümüyünə dəydi, sümüyünün səsi gələndə, va ummah dedi, dedi, ay ana. Bilmirəm, xanım Fatimə Zəhranı çağırdı ki, oxşar idi dərdləri ya da öz anasını. Əla lənətullah, ələl qavmiz zalim.